elmin bir dənə müsbət cəhəti var, bir mənfi cəhəti var. Bir gözəlliyi var, zinəti var. Bir də onun bir qara ləkəsi var, mənfi cəhəti var. Nədir? Buyurur ki, oğulcan, rəsul elmi, elmin başı, yəni gözəlliyi, bəzi hədislərdə var ki, hətta gözəllik də gəlibdir. Elmin başı, gözəlliyi, ər-rifq, mülayimlik və mehribanlıqdır. Və afətuhu, elmin afət isə, afət yəni bəlası, zərəri, fəlakəti, elmin də bir bəlası. Elmin bəlası nədir? Buyurur ki, əl-xorq. Xorq yəni kobudluq və istedadsızlıq, danışıqda və rəftarda. Bəzən görürsən ki, söz deyir, yaxşı söz deyir, amma o qədər onu kobud formada deyir, gəlir. Bu elmin afətidir. İnsan gərək səy etsin, oxusun, soruşsun, xəbər tutsun. Sonra da onu gedib digərlərinə çatdıranda mülayim formada çatdırsın. Bəli, mən oxudum, bildim ki, bu cür namaz qılmaq namazı batıl edir. İndi gəlib yaxınlaşıram sənə, görürəm ki, hər hansı bir üzüm, əsəl üçün bu cür namaz qılırsın. Gəlib deyirəm ki, mən 5-6 aydır gəlmişəm, artıq bilirəm ki, bu cür namaz qılmaq olmaz. 50 ildir Kufədə qazılıq eləyirsən, namaz qılırsan, bu cür namaz qılırsan. Namazların hamı batıl. Ne üçün? Filan məsələyə görə. Bu da xəbərdar elədim səni ki, namazın batıldır, düzəldir. Bir də var, gəlib deyərəm ki, filanı, zəhmət çəkirsən, əziyyət çəkirsən, əlbəttə, baxmayaraq düzdür, məndən qabaq ibadətə başlamısan, Allah sənin də, mənim də, hamımızın ibadət və itaatini qəbul eləsin. Amma o gün mütaliə etdim, belə bir mətləb oxudum Risalədə. Ola bilər, eşitmişsiniz, yadınızdan çıxıb, yaxud fikir vermirsiniz ki, rəftarınızda belə bir tələskənlik vardı, yaxşı olar buna bir balaca diqqət eləyəsiniz ki, zəhmət çəkirsiniz də hədərə getməsin. İndi də səni xəbərdar elədim, amma bayaqki kobudluq vasitəsilə, kobudluqla, indi mülayimliklə. Əli əleyhissalam buyurur ki, oğlum Hüsn, elmi öyrəndikdən sonra onu təbliğ edəndə, çatdıranda çalış mülayim və mehriban formada çatdır, kobudluqla yox. Buyurur ki, imanın xəzinəsi var, imanın kənzi var, xəzinəsi vardır, dəfinəsi vardır. O da nədir? Müsibətlərə səbr etmək. Allah ona iman götürən bəndəni bəzən müsibətlərlə, ağrı, acılarla sınağa çəkir. Əgər istəyirsən o imanın dəfinəsini, xəzinəsini əldə edəsən, onun ən yaxşı dəyərinə çatasan, o dəyərli səviyyəsinə yüksələsən, gərək səbirli olasan. İffətli olmaq, yəni həyalı və abırlı olmaq yoxsulluğun zinətidir. İnsanın bir şeyi olmasa da, amma insan abırlı ola, həyalı ola. Da gedib vay həşir salıb, ondan bundan dilənib istəməyə. Həyalı olsun, Allah yetirər. Dövlətli olmağınızda zinəti şükür etməkdir. İnsanın varı, dövləti var, amma gecə-gündüzdə Allaha şükür edir. Əli əleyhissalam buyurur ki, oğul, yoxsulluğun zinəti həya olduğu kimi var dövlətin də zinəti şükürdür. İnsan bir neməti əldə etdi, istər maddi, istər mənəvi, fərqi yoxdur. Başını qaldırıb Allahına şükür etsin, təşəkkür etsin. Səcdəyə düşə bilirsə, səcdəyə düşüb Allaha şükür etsin, təşəkkür etsin. Səcdə halında şükrün Allah yanında dəyəri bambaşqadır. O ki, qala insan əlini qaldıra. Bu asandır. Bir də var, insan Allahın əzəməti qarşısında o uca qamətini əyə, qoya ən üstün, necə deyərlər, şərəfli nöqtə ki, insanın vücudunda alınıdır, onu sürtə torpağa, deyək ki, Xudaya, şükrən lillah. Sənə çox-çox şükürlər olsun ki, mənə bu maddi neyməti verdin, mənə bu mənəvi neyməti verdin, el arasında mənə abır həya verdin, mənə hörmət, izzət verdin, hər nə neymət olursun. Bunu səy edək, özümüzə adət edək. Nə gözəl ki, insana bir neymət çatanda, insan o anda da şükrünü edə bilməsə, bir xəlvət çatan kimi, evə çatan kimi, bir məscidə çatan kimi dərhal alnını qoysun, ya bir xəlvət olan kimi üzünü çevirsin qibləyə. Əgər
evə çatdısa 10 dəqiqə, yarım saatdan sonra da olmuş olsa fərqi yoxdur. İnsan bir səcdəyə düşsün, o nemətin şükrünü etsin Allah. Allahın xoşu gəlir. Hətta hədislərdə var ki, insan səcdə halında Allaha yaxınlaşdığı qədər başqa bir halda Allaha yaxınlaşmır. Namaz ümumilikdə Allaha yaxınlaşmadır, bəli. Namazın da əməlləri içərisində səcdə halında insan Allaha yaxınlaşdığı qədər başqa bir əməllərdə yaxınlaşa bilmir. Ona görə məsumlarımızdan və əxlaq alimlərindən var ki, uzun-uzaqlı səcdələr edərdilər. Niyə? Çünki bir qədər edəsiz, hiss edəcəksiniz Allaha yaxınlaşmağınızı. Yetər ki, bunu bir yoxlayasınız. Dua edin səcdə halında. Bir də var, dua edin belə halda. Üzü qibləyə səcdə halında, amma dua edin. Görün, həm ləzzəti nə qədərdir, mənəvi ləzzəti və insanın Allaha yaxınlaşmasını insan sanki hiss edir. Əgər bir insanı yoxlamadan, imtihan etmədən, onu bərkə boşa salmadan ona etimad etsin, sonra ondan xəyanət getsin, xəyanət görsün, bu sənin səhvin, sənin ehtiyatsızlığındır. Buyurur və tüməninətü, etimad etmək, amma qəbləl xubrə, imtihan etməmişdən öncə bir insana etimad etmək ziddül həzmi, ehtiyat və uzaq görənliyin ziddinədir, əksinədir. Uzaq görən insan yoxlamadan etibar etməz. Ehtiyatlı insan yoxlamadan, sınağa çəkmədən etimad etməz. Sınağa çəkdikdən sonra etimad edirsən, o başqa məsələ. İcabul mər'i bi nəfsi yədullə ələ zəfi əqli. Burada əgər gördüm bir insan, oğlum Hüseyin, özü ilə öyünür, onda olan müəyyən xüsusiyyətlərlə öyünür, fəxr eləyir, xudbindir xülasə. Xudbin Azərbaycan sözüdür, elə bizdə də var. Baxmayaraq ki, kökü fars sözünə qayıdır. Xud özü deməkdir, bin də görmək. Ancaq özünü görür. Xudbin insan, yəni özünü görən insan. Ətrafını heç elm deyirsən, əllamə-i dəhirdir. Yerdən danışırsan, yerdən danışır. Göydən danışırsan, göydən danışır. Hardan deyirsən, danışır. Xülasə, ancaq bu insan özünü görür. Burada əgər belə bir insan gördün, bil ki, xudbinlik insanın ağlının zəifliyindən xəbər verir. Ağılsızlığından xəbər. Ağıllı insan xudbin olmaz. Sözə baxaq. Bunlar hamı insanları tanımaq üçün kodlardır, açardır. Hamı koddur. Ağa buyurur, gördüm bir insan mənəm deyir, hər şeydə özünə əllamə bilir, ondan qaçqın, ondan heç nədir soruşmur. O, onun ağılsız, o ağıllı insan heç vaxt o cür olmaz. Nə çox baxışlar ki, ardınca uzun-uzaqda həsrətlər götürübdür. Nə çox baxışlar, artıq bu təzə cümlədir, ardınca həsrət götürübdür. Bugün insan baxır, həzz alır, ləzzət alır. Amma o ləzzətin, o baxışın ardınca uzun-uzaqdır. Bəlkə də bəzən bitməyən bir həsrət gələcək. Tükənməyən, sonu bəlli olmayan bir həsrət gələcək. Gözəl bir qadın, insan gördü, baxmaq istəyir, nəfs istəyir. Amma o baxışın ardınca, o ani baxışın ardınca böyük həsrət gəlir. Baxışların ixtiyarını öz əlinə al. Allah deyən yerə bax və Allah istəyən niyyətlə bax. Nəfsin istədiyi yerə, nəfsin istədiyi meyarlarla bax. O sənə həsrət götürər. Allahın istəyi ilə baxsan, o sənə sevinç və şadlıq götürər. Həm dünyada, həm də axirətdə. Allahın istədiyi yerə insan baxsa, Allahın meyarı ilə insan baxsa, insan ibrət götürər, düzələr. Nəfsin istədiyi yerə, nəfsin meyarı ilə baxsa insan Allah yanında dəyərini itirər.
və qəlbi qaralar. Mən özüm bu gün bunları mütaliə edəndə, nə bilim, dəhşətə gəlirdim. Əli əleyhissalam buyurur oğluncan, nə çox kəlmə, cümlə demir ha, kəlmə, bir söz, cümlə demir, saatlarla söhbət demir. Buyurur oğluncan, nə çox kəlmə və bircə söz ki, sələbət nemətə, səndən böyük nemətləri məhrum etdi, əlindən aldı. Bircə söz. Bu cümləni yadımızda saxlayaq bugün. Oğluncan, nə çox baxış ki, sənə həsrət götürər və nə çox bir kəlmə söz ki, səndən böyük bir neməti əlindən alar. Sələbə, oğurlamaq, qarət etmək mənasına gəlir. Oğurlamaq mənasına gəlir. Yəni, bircə söz ola bilər bizdən böyük bir ilahi neməti əlimizdən alıb oğurlayaq, məhrum edə bizi. Amma gələk indi görək, o neməti necə qazanmışdik? Aylar, illərlə əzab, əziyyət çəkib əldə etmişdik. Bir dənə kəlmə deməklə o nemət əlimizdən çıxdı. Bircə qeybət insanı məhrum edir bir çox şeylərdən. Bəzən tam kəlmə sayılmayan söz olubdu da, tarix boyu olub, burada böyüklər də vardı, misallar da mən eşitmişəm elə. Gəlib soruşublar ki, ədavətim var, qonşununla mənim ədavətim var. İndi gəlib biri, hər hansı bir biz gəlmişsiniz ki, istəyirəm qızım üçün o qapını döyüm. Səni ilə qonşudur, uzun müddətdir. Nə deyirsən? Və yaxud qızım üçün gəlibdilər sənin qonşundan, qapımı döyübdülər. Nə deyirsən? Əşi. Tam söz də olmadı ya. Və yaxud bəzən insan sözlə də demir, bircə başını bulayır. Heç nə. Onun pak-pakizə, iffətli, ismətli, abırlı, həyalı qızı qaldı evdə. Və yaxud oğluna yox cavabı verildi. Nədir? Mənim nəfsimə uymaq. İnsanı bədbəxt edir. Sabahları bir şərəfsizin biri gəlir, alır, bədbəxt olur qız, amma birincidən mən mane oldum. Bircə söz, bircə əşi, bircə baş bulamaq insanı böyük nemətlərdən məhrum eləyər. Onun ahı insanı tutacaq. Görün, indi həyat nə qədər çətindir. Bircə baş bulamaq insanı bədbəxt edə bilər. Həbdə əmal deyilən bir şey var Quranda və bəzi insanların da barəsində olacaq. Həbdə əmal nədir? Bütün əməllərin həbd olunması. Həbd nəyə deyər ərəb? İnşallah bir dəfə vaxtımız olsa onu Qurandan ayəsini də deyib danışarıq o mövzuda. Həbdə əmal bir var, insan yaxşı iş görür, sonradan silinir, amma izi qalır. Və yaxud bir dənə, iki dənə cüzi bir şey qalır. Həbdə əmal ona deyərlər ki, birdən-birə nə var, insan siyirib tökür. Qalır düzənlik. Sanki burada heç bir şey olmayıb. Ona həbdə əmal deyərlər. Bəzi günahlar var, insanın əməllərini həbd edir. Qeybət, məsələn, səbəb olur insanın bəzi yaxşı əməlləri silinə, qeybət etdiyim insanın əməl kitabçasına yazılar. Onun günahları mənim kitabçama yazılar. Bəzi mənim yaxşı əməllərim gedir ona, hamı yox. Amma bəzi günahlar var, insanın bütün yaxşı əməllərini silib məhv edir.